Hamıya salam, sıfırdan trading kursumun növbəti videosuna xoş gəlmisiniz. Bugünkü videoda sizə internal, external məntiqini biraz danışacağım və bazarın istiqamətini tapa bilmirsinizsə əgər, bias tapmaqda çətinlik çəkirsinizsə, bazarın istiqamətini tapmaqda çətinlik çəkirsinizsə, bu video mən inanıram ki, sizə kömək olacaq. Deməli, uşaqlar, direkt keçirəm videoya. Video keçməzdən əvvəl bilənliyim ki, xahiş edirəm kanala abunə olun. 1000 abunəyə çataq. Bu videonu çəkəndə səhv eləmirəmsə 780 neçə abunəm var idi. Zəhmət olmasa hamı abunə olsun, videonu bəyənsin, komment yazsın, dəstəyiniz mənim üçün önəmlidir. Başlayaq videoya. Deməli, uşaqlar, bazarda yadınızda saxlayın. Liqlər var. Məsəl üçün Asiyanın lovu, hayı. Bunlar önəmli səviyyələrdir. Və yaxud New York'un lovu, hayı, nə bilim London lovu, hayı, Frankfurt'un lovu, hayı və yaxud belə bir şey. Sessionların bayaq dediyim kimi lovları, hayları, həmçinin yəni ümumiyyətlə high time frame-də günlük PVC-nin ortası 0.5 nöqtəsi, nə bilim günlük high time frame-də bir fraktal olsun. Bunlar hamısı bizim gündüzün istiqamətini təyin edən amillərdir. Deyəsiniz niyə? Qabaqda 2 dənə xətt qoymuşam. İnşallah tutaq ki, deyək ki, biz qrafikimiz belədir bizim. Bizim qrafikimiz belədir. Qrafik gəldi düşdü aşağı. Bizim burada məsəl üçün deyim high time frame-də, yəni yüksək zaman dilimimizdə bir dənə take profit yerimiz var. Yəni liqt nöqtəmiz var, sol tərəfdən fraktalımız var. Qiymət gəldi bu fraktalı aldı burada və qalxdı. Növbəti istiqamət hara olacaq sizdə uşaqlar? Aşağı ola bilərmi? Əslində aşağı da ola bilər. Amma burada bir-iki konfirm var ki, biz onları gözləyirik. Onlardan sonra hədəf hara ola bilər? Məsəl üçün burada qalmış bir fraktal. Burada qalmış bir fraktal. Yəni uşaqlar, qiymət düşəndə və yaxud qalxanda arxasında buraxdığı fraktallar bizim növbəti bazar hədəfimiz olur həmişə. Çünki bazar həmişə fraktalla hərəkət edir. Aşağıdakı fraktalı alsa bazar, gələcək bunu alacaq. Aşağı düşəcək biraz. Təzədən bu özlükdəsi var burada fraktal. Bunu da alacaq. Yenə görürüz, yenə aşağı düşdü, fraktalını aldı, qalxdı yuxarı. Gedir indi bu fraktal almağa, üsttəki fraktal almağa. Bu fraktal almağa gələcək. Mən uzadım bunu belə. Yenə aşağı düşəcək. Biraz qiymət oyalandıqdan sonra burada fraktal bırax bax bu. Onu belə almağa gələcək, daha sonra qalxacaq. Gələcək anaxıncı fraktalımıza bizim bura. Qiymət belə hərəkət edir bazarda. Fraktallar fraktala gəlir. Yəni bazar həmişə belədir. Və uşaqlar, əgər siz biası təyin edə bilmirsinizsə, keçirik uşaqlar ya 4 böyük zaman dilimində həmişə. Məsəl üçün indi mən 15 dəqiqəlikdəyəm. Mən keçim 4 saatlığa. Birinci mən ekrandakı bunların hamısını silim. Keçirik 4 saatlıq zaman diliminə. Onda daha yaxşı aydın olacaq hər şey. Uşaqlar 4 saatlıq zaman diliminə keçdik. Ekran qabağımızda açıq olan anda nə düşünürük? Gözümüzə nə dəyir bizim? Bizim burada bir dənə vacib fraktalımız var. Bunu çəkim qoy. Bir burada vacib fraktalımız var. Bu fraktal sayılmır uşaqlar. Çünki bu fraktal bu uzun gəldi, bunu aldı. Bu düvədən düşdü, sıra bundadır. Başqa nə fraktallar var? Məsəl üçün burada bir dənə fraktalımız var, həm də Asiyan haydır. Bunda işarələdik belə. Yəni bazarın bu dəqiqə 2 dənə ehtimal var. Ya aşağı gələcək, ya yuxarı gələcək. Amma bu ehtimalları artmağın bir dənə də yolu var. Uşaqlar, bu dəqiqə bizim qiymət ortada dayanır. Görürsünüz ortadadır. Yəni 50%-dir. Amma əgər burada qiymət ortada yox, aşağıda olsaydı, şam belə olsaydı, göstərim sizə daha yaxşı anlayasınız. Şam əgər uşaqlar belə olsaydı, bizim şamımız, növbəti şam belə olsaydı. Belə olsaydı bizim növbəti şamımız. Mən çəkəmirəm bunu. Nəysə, inşallah, tutaq ki bu şamdır indi. Belə olsaydı, bizim növbəti hədəfimiz olacaqdı bu fraktal. Bu fraktal olmayacaqdı. Çünki bu daha uzaqdır və daha realdır. Qiymət burada olduğu üçün qiymət növbəti şam çox güman gəlib bu fraktal alacaqdı uşaqlar. Biləcək demək istəyirəm. İndi nə edirik? Bir tutaq ki 4 saatlıq açdıq və yenə biasımızı təyin eləyə bilmirik. Çünki 2 dənə fraktalımız var. Əsas alınmalı. Amma bunları yəni tam ortadadır da, yəni ekranda gördüyünüz tam ortada. Nə edirik? Düşürük 1 saatlıq zaman diliminə. Baxırıq 1 saatlıqda nə var və yaxud qiyməti tutan nə ola bilər? Qiyməti tutan nə var burada uşaqlar? Baxan kimi nə görürsünüz? Nə görürsünüz baxan kimi? Burada Frankfurt açılıb, qiymət aşağı düşüb Asiyanın lovunu alıb. Lovunu almaqdan əlavə burada fikir veririk ki biz bir FVC də var 1 saatlıqda. Bunu da uzadırıq uşaqlar. Daha bizim oldu. Yəni bu dəqiq konfirmimiz yəni böyük ehtimalla gəldi. Nə düşünürük indi uşaqlar? Həm FVC-yə dəstəyi var, həm Asiyan lovunu alıbsa, qiymət məntiqli olaraq yuxarı qalxmalıdır və buradakı fraktal olmalı getməlidir.
Nə edirik? Düşür 15 dəqiqəlik qrafikə. Nə demişdim? Fraktaldan fraktala, həmişə fraktaldan fraktala. Grafiki biraz qabağa verək. Gördük hala. Gəldi burada öz fake-ini atdı. Burada öz manipulyasiyasını elədi. Burada. Daha sonra qiymət getdi. Bu fraktalı aldı. Bu fraktalı aldı qiymətini. Məntiqlə hara getməlidir uşaqlar? Burada bir fraktal var məsəl üçün. Burada bir dənə fraktal var. Növbəti məsəl üçün qiymətin potensial hədəfləri bunlar ola bilər. Qrafiki biraz qabağa verək. Gördük uşaqlar. Bu fraktalı ala bilməsə də ən azı bura qədər gəldik. Yenə qabağa verək. Və burada yaxınlaşdırırıq. Biz görürük ki, demək olar bizdə bu fraktalı almayıb, amma yəni almış kimi də sayıla bilər. Çünki yəni biz bura take profit qoysaq, yəni əgər işləmə girmiş olsaydıq, və take profit qoysayıq, demək olar işləmi burada bağlayacaq. İndi görək qiymət hara gedər. Hara gedə bilər bu dəqiqə qiymət uşaqlar? Bu dəqiqə bizim istiqamətimiz konkret aşağı yönümlüdür. Hara gedə bilər qiymət? Ya bu fraktalı gələcək alacaq, burada belə sürükləyəcək, aşağı düşəcək, bunu alacaq, bu fraktalı olacaq. Və yaxud bu fraktalı. İndi gözləyək ki, nə olacaq? Qabağa verim biraz da mən. Gəldi bu fraktalı aldı uşaqlar. Qiymət. Bu fraktalı aldı. Görürük burada. Bu fraktalı alandan sonra növbəti hədəflər olacaq. Top kimi. İndi yenə izləyək, görəcəyik. Nə oldu bəs? Gəldi bunu aldı. Mən dediyim kimi indi gəldi bunu aldı sonra. Anladınız nə demək istəyirəm uşaqlar? Bunu uzadım, tam yaxşı görəsiniz. Qiymət birinci burada fraktalı var idi. Üstdə, ən üstdə. Bunu aldı. Burada fraktalı yaratmışdı axı özü burada. Buranın da gəldi. Elə buranı da swiftlədi, amma tam almadı. Daha sonra burada fraktal bırakmışdı və burada FVC də var həm də. Gəldi buranı da alandan sonra yenə getdi fraktala. Yəni uşaqlar, qiymət həmişə bir fraktaldan fraktala gedir. Yəni qiymət məsəl üçün bizdə burada fraktallar varsa sol tərəfdə, belə deyim də sizə. Qiymət bizim burada fraktallar vardır. Uşaqlarda bu fraktal var. Bu fraktal var və bu fraktal var. 3 sənə bizim burada potensial fraktalımız var. Yəni hədəfimiz var, likit səviyyəmiz var. Qiymət aşağı düşürsə, ilk növbədə bizim hədəfimiz olacaq buralar. Daha sonra növbəti hədəfimiz olacaq buralar. Anladınız nə demək istəyirəm uşaqlar? Buralar. Yəni qiymət həmişə belə gedir. Fraktaldan fraktala. Sizə yenə bir şey göstərim. Keçirik high time frame 4 saata. 4 saatda hal-hazırda uşaqlar, mən bunun hamısını silim, sizin üçün daha rahat görürsənəsin qrafik. Bizim aşağı qrafikimiz hal-hazırda uşaqlar, nə görürük? Konkret qiymətimiz aşağı düşür. Aşağı düşür, bu birinci. Bildik ki, qiymətimiz aşağı düşür. Burada nəyimiz var? Burada bir dənə fraktalımız var. Qiymət aşağı düşür. Məntiqlə nə etməlidir qiymət? Gəlib bu fraktalı almalıdır. Əgər qiymət gəlib bu fraktalı almazsa, deməli gücü yoxdur. Gələcək bu fraktalı almağa. Görək nə olacaq. Görürük uşaqlar, qiymət deməli düşmək istəmir. Qiymət düşmək istəmir. Getdi bu fraktalı aldı, mən sizə dediyim kimi. Daha sonra özü üçün müdaxilə çəkildi, arxaya çəkildi. Arxaya çəkiləndən sonra nə elədi uşaqlar? Burada New York'un fraktalını aldı və daha sonra qiymət qalxdı yuxarı. Qiymət yuxarı qalxandan sonra növbəti hədəfimiz hara ola bilər? Bu fraktal, bu likit səviyyəsi. Çəkirik bura, qrafik qabağa veririk. Gördü uşaqlar, getdi bunu da aldı indi. Qiymət fraktal aldı, bunu aldı, sonra mən çəkmişdim, bu getdi bunu da aldı. Price action deyirlər də bizdə. Price action direkt və budur uşaqlar. Qiymətin hərəkəti, yəni durub qəribə toollardan istifadə etmək lazım deyil. Bir dənə fraktal, bir dənə likit bilsəz və likiti qəşəng keyfiyyətli istifadə etməyə bacarsınız, siz bazarı yəni böyük ehtimalla tutmuş olasınız hərəkətindən demək istəyirəm. Deməli uşaqlar, bu getdi. İndi bizdə var internal, bir də external məntiqi. Onlar nədir? Bu bizim olsun qiymət aralığımız, bu da bizim olsun qiymət aralığımız. İndi gəlin bura. Qiymət yüksəlişə gedirsə, birinci uşaqlar. Taç qiymət, bizim burada bir hədəfimiz var. High time frame'də qiymət gedir oranı almağa. Aldı. Oranı alınan sonra uşaqlar qiymət düşür aşağı. Biraz özünün üçün konfirmlər yaradır və düşür aşağı. Yəni qiymət içəri tərəfə gəlir. Yəni bizim qiymət biz tərəfə gəlir, aşağı düşür. Internal, yəni qiymət içəri tərəfə gəlir. Burada yadınızda saxlaya bilərsiniz bunu. Internal məntiqi budur. External məntiqi isə uşaqlar bunun əksinədir. Qiymətin tutaq ki, bizim burada bir high time frame'də hədəfimiz var. Qiymət məsəl üçün düşür, bizim burada hədəfimizi alır, daha sonra qalxır yuxarı external, yəni qiymət bizdən uzaqlaşır, x tərəfə gedir. Internal external məntiqi budur. Internal external məntiqi uşaqlar, buradan sizə göstərə bilərəm. Qiymət birinci gəlir internala içəridən
fraktallar alınan sonra qalxır externala. Burada fraktallar alınan sonra təzə yenə gəlir internala. Yəni belə bir hərəkətdir uşaqlar. Yəni belə bir hərəkət edir qiymət. Mən indi sizə burada da göstərim uşaqlar. Burada da göstərim. Tam yaxşı anlayasınız. Məsəl üçün bizim burada qiymət birinci neyini uşaqlar? Bizdən burada fraktallar var da. Qiymət birinci externala, internala gəlib. Buradakı fraktallarımızı alıb internala gəldi. Sonra nə etməlidir? Externala getməlidir. Dağa qayıtmalıdır. Yenə dağa qayıdıb bizim burada fraktallarımızı alıb daha sonra yenə gəlib internala, buradan da yenə gəlib externala. Yəni uşaqlar bu məntiqdir. Əslində yəni asan məntiqdir bu. Bilmirəm bizim insanlar niyə bunlar çətinləşdirirlər. Əslində burada çətin heç bir şey yoxdur. Internal, external məntiqi də budur. Yəni bazarın istiqamətində almaq çox asandır. High time frame keçirsən orada vacib səviyyəli linkləri işarələyirsən, daha sonra görürsən birinci hansını alır, artıq ona uyğun işləmləri almağa başlayırsan. İnşallah bu videomuzda bu qədər idi. Öpürəm sizin hamınızı. Kanala abunə olmağı unutmayın. Hələlik.